Hədiyyəlik mal axtaranlar, mağazamızda çox fərqli daş manqallar üçün tikə şişləri gəlib. Uzunluqları 79 santimdir. Bildiyiniz kimi daş manqallarda uzunluq və manqalın, yəni kömür tökən hissəsi geniş olur. 46, 50, 52 qoyulur. Bu şişlərin ümumi uzunluğu 79 santimdir. Qulp hissəsi fıstıq ağacından hazırlanmışdır. Həm kley ilə, həm də şurubu ilə bərkidilmişdir ki, bu da qulpunu çox möhkəm edir. Çox gözəl görünüşü var manqalda istifadə etmək üçün. Tikə hissəsi də, yəni bu şiş hissəsi də çox enlidir. 1 sm yarım bunun enidir. Yəni istənilən tikəni çox rahatlıqla keçirə bilərsiniz. Bu şişin də belə lülə forması da var, daha enli. Bunlar Adana şişi gedir. Yəni hədiyyəlik məhsul olsun, evdə özünüzün istifadə eləmək üçün də çox gözəl məhsuldur. İstər hədiyyə vermək istəsəz, istərsə də özünüz üçün alıb istifadə edə bilərsiniz. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksidir. MTK-nın sonuncu binası bitən kimi sağda taxta bazar var. Biz də o bazarın içərisində fəaliyyət göstəririk. Vaxtla bağlı, məsafə ilə bağlı gəlməkdə çətinlik çəkən müştərilərimiz üçün də kargo vasitəsilə Bakının müxtəlif yerlərinə, hardasa karqonun 30-a yaxın Bakı ərazisində filial var ki, həmin filiallara, həmçinin əksər rayonlara çox ucuz qiymətə kargo ilə də malları göndərə bilirik. Bu cür xırda həcmli sınmayan yükləri. Kimin sifarişi varsa aşağıda əlaqə nömrəmiz qeyd olunub. Zəng edə və WhatsApp yazıb öz sifarişlərini verə bilər.